Həmçinin baxın, əgər düşünsək, hər gün və hər gecə qıldığımız 5 vaxt namaz bizim üçün dünyanın ən böyük nemətlərindən biridir. Bütün günahlarımız üçün kəffarədir, silinmədir və Rəbbimizin qatında dərəcəmizin yüksəlməsinə vəsilədir, səbəbdir. Sonra bu namaz ağrılarımızın dərmanı, dərdlərimizin dəvasıdır. Bu namaz qəlblərimizə davamlı artan yəqin, yəni qüvvətli iman yerləşdirir. Könüllərimizə könül razılığı və məmnun olmağı yerləşdirir. Bu namaz bir nemətdir. Namaza sarıl, namaz qıl, alnı səcdəyə qoyursan, Rəbbinə yalvarırsan, bu ən böyük nemətlərdən birisidir. Sıxıntı, kədər, heç nə bunun önündə qala bilməz. Ona görə də Peyğəmbərimiz neyinlərdi? Həmçinin bir sıxıntı gələndə, bir kədər baş verəndə neyinlərdi? Namaza qalxardı. Hətta Bilala nə deyərdi? Ey Bilal, qalx, yəni əzan ver, ərihnə bis salat, namazla rahatlıq tapaq. Namaz nədir? Rahatlıq. Peyğəmbərimiz nə deyər? Namaz gözümün nuru eylədir. Allah nuru eylədir. Rəbbimiz bizim də gözlərimizin nuru eyləsin namazı.